So Peyğəmbər buyurur, ya Əbazər, hasib nəfsəkə qəblə ən tuxasib, özünü hesab kitab elə ki, qiyamətdə hesab kitabın asan olsun. İndidən özümüzü hesab kitab eləyək, Qədər gecəsi də. Yıxsam mövzunu nəticə. 1. Ehtiyacın mövcudluğu. Mənim ehtiyacım var. Mən möhtacam. 2. Dərk eləmsən ki, möhtacsan. 3. Ehtiyacı ödəmək üçün hərəkətə keçməlisən. 4. Həmən ehtiyacı aradan qaldıranla ünsiyyət qurmalısan. 5. Ehtiyacın təmin olması. 5 dənə mərhələ. Yığa bilərsiniz, konspekt eləyə bilərsiniz. Ehtiyacın istənsə aradan qalxsın, ehtiyacı təmin eləyəndən ünsiyyət qurmalısan. Ayə nə deyir? Ya əyyuhənnas, ay bütün insanlar, xüsusi möminlərdən, insanlar, bəli, əntumul fuqara ilallah, vallahu huvel ğəniyyul həmid. Ay insanlar, ayə demir, siz ehtiyacsızsınız, Allah ehtiyacsızdır, bundan böyük söz deyir. Ayə demir, siz ehtiyacsızsınız, Allah ehtiyacsızdır. Ayə deyir ki, İnsan sənin ehtiyacını yalnız və yalnız o təmin edə bilər və hamımız ona möhtacsız. Başqa yolumuz yoxdur. Və bu ehtiyac hissini içimdə Allah qoyub, bunu həyata keçirmək üçün 2 dənə duyğu qoyub vücudumda. 2 dənə vücudumda duyğu. 1. Kamalı olan şövq və eşq. Adam hər şeyin yaxşısını istəyir. Telefon alanda ən yaxşısını istəyir, puluna görə. Ev alanda da ən yaxşısını alır. Maşın o cürünə. Əslində o kamalı olan şövqdəndir, amma istiqamətin necə verəcək ona qalıb. İnsanın içində nə var? Kamala şövq var. Kamala şövq, eşq var. 2. Nöqsandan qaçmaq istəyir. 2 dənə duyğu var içimdə. Bu ikisi birləşir, ehtiyac mövzusu girir meydana. Diqqət elədiniz? Mən nöqsandan qaçmaq istəyirəm. Bəzən səhv istiqamət verirlər. Görürsən, kimsə o nöqsanı tutanda vurur ağzından. Yanlışdır ya. Amma hansı hissdən qaynaqlanır? Nöqsandan qaçmaq hissi. Əslində qaçmaq istənsə, nöqsandan qulaq as ki, qaçasan. Adam var, fikir versən, özü ilə bağlı pis bir dənə kəlmə eşitmək istəmir. Niyə? Nöqsandan xoşu gəlmir. İçində belə bir hiss var. Hə? Və kamala eşq var. Bu 2 dənə birləşib. Bunları aktiv eləmək lazımdır. Şiddəti zəifi var. Bunları aktiv eləməliyik. Görün, Quran nə qəşən gözəl nəzmə çəkir. Əl-Mizandan çıxardıram, baxın. Buyurur, mən kənə yuridul izzə. İzzət istəyirsən? Bəli, istəyirəm. İzzət. Fəlillahil izzət cəmiən. İzzət Allaha məxsusdur. Sən haralarda axtarırsan bunu? Yolu nədir, ya Rəbbələm, yolu nədir? Ayə bax. İleyhi yəsədu əl-kəlimut teyyib vəl-əməlus salih yərfəuhu. Nə gözəl və zəngin ayə. Pak əqidə ona ucalır, salih əməl pak əqidəni ucaldır. Amma deyən, qulaq as görün nə çıxarış edirik. İleyhi yəsədu kəlimut teyyib vəl-əməlus salih yərfəuhu. Bir suud kəlməsi var, bir rüfət kəlməsi var. Suud yəni ucalmaq, rüfət yəni ucalmaq. İkisi də bu ayədə keçib. 2 dəfə ucalmaq kəlməsi keçirib. Biri suud kəlməsi ilə, bir rüfət kəlməsi ilə. Nədir bu mənası? Adam dağa çıxır, dağa çıxanda bir yuxarı baxa-baxa çıxır. Bir də çıxanda hərdən aşağı baxa-baxa çıxır. Həm aşağı baxıram hərdən, həm yuxarı baxıram. Həm aşağı, həm yuxarı. İleyhi yəsədu kəlimut teyyib. Pak kəlmələr ona ucalır. Və əməlus salih yərfəuhu. Salih əməl o pak əqidəni qaldırır. Yuxarı baxıb qalxmağa ərəblər suud deyir. Niyə yuxarı baxıb qalxır? Çünki kamal olan eşqi var. Elə baxır ki, çatım. Zirvə də qutarmır ha. Çünki Allaha gedir. Elə qutarmır, elə geyirsən, ilahi. Bitmir. Kamal olan eşq deyir, başı qaldır yuxarı. Ona deyir suud, ileyhi yəsədu əl-kəlimut teyyib.
Nöqsandan qaçmaq və qopmaq və qurtulmaq tələbindən də nə qaynaqlanır? Aşağı baxır. Gör nə qədər qalxdım. Aşağı baxa. Nə qədər nöqsanımdan qalxmışam. Nələrdən qurtulmuşam. Şükür oradan qoçdum, qurtuldum, qopdum. Həm aşağı baxır, həm yuxarı baxır. Niyə? Çünki iki dənə duyğusu var. Kamala şövq, nöqsandan qaçmaq istəyir. Bunlar ikisi birləşir. Etiqad, əqidə insana uca hədəf verir. Etiqad, əqidə insana uca hədəf verir. Əməl və səy və çalışmaq insanı yerdən qaldırır. Nəticə insan pərvaz edir. Ehtiyacın içini açıram sizə. Ehtiyacınız nə qədər dərin olsa, nə qədər zəruri olsa, bir şey çox ehtiyacın var. Adam var, onu çox istəyirsən, gecə ilə durursan, gəlirsən. Məsumlardan biri haqqında deyir, bir nəfər durdu, gəldi, nə boyda yolları qət elədi, gəldi, imamla görüşdü, ayaqları şişmişdi. Dedi, nə istəyirsən? Dedi, ağa, valla sənə üçün elə darıxdım, sənə görməyə gəlmişəm. Ehtiyacı var, gecə ilə də qaldırıb. Ərbəyin odur ya. Ərbəyin nədir? Hüseyin, sənə ehtiyacımız var. İmam Zaman, sənə ehtiyacımız var, gəl, gəl, gəl. Dünyanın sənə çox ehtiyacı var. Dünya yorulub, səni gözləyir. Gəl, gəl. Və insanlar artıq onu axtarır bütün vücudu ilə. Bəli, ki, zühur və məhdəviyyət mövzusuna toxunaram bunlara. Ayağına adam nə qədər özünü möhtac bilir Allah vəlisinə ki, diqqət edirsən, Allah vəlisinə özü nə qədər möhtac bilir ki, ayaq yalın deyə gəlirəm. 80 kilometr, 90 kilometr gəlirəm, piyada gələcəm. İstəyirəm nöqsanlardan uzaqlaşım, o pisliklərdən uzaqlaşım. Sənə gəlmək istəyirəm, sənə çatmaq istəyirəm, sənə qovuşmaq istəyirəm. Bu ərbəyin və mə ədrakə məl ərbəyin. Ey, imama qovuşturacaq bu dünyanı axırda. Nöqtə deyək. Dünyanı mənəviyyata vəsl eləyən nöqtədə ərbəyin. Yeri göyə vəsl eləyən nöqtədə ərbəyin. Ki, mən mövzuma deyil. Mən mövzuma deyil. Ona çox maraqlıdır. Bəli. Ehtiyacın nə qədər dərin olsa, nə qədər zəruri olsa, həmən ehtiyacı aradan qaldırmaq üçün daha çox səy göstərəcəksən, daha çox sürətlənəcəksən, hətta maniyələr gözündə kiçilməyə başlayacaq. Başa düşdünüz nə demək istədim? Böyük maniyələr gözündə kiçilir. Niyə? Çox ehtiyacın var, o çatasan. Böyük maniyələr aşmağa başlasan. Ona görə insan nə qədər dərin olsa, ehtiyacı dərinləşsə və bunu anlasa və duysa, daha çox səy göstərəcək, daha çox hərəkət edəcək və gecək. Mesela uşaq anaya deyib, bala, dur kitab oxu, uşaq səhlənkarlıq edir. Amma özünə lazım olan məsələdə bir dəqiqə yerindən atlanır. Niyə telefonla oynayacaq, niyə kompüterlə oynayacaq, niyə uşaqlar çağırıb, niyə ona çox ehtiyacı görürüz? Qısa, bu gecələr mənə haqqınızı halal edin, çox danışıramsa, amma bu nöqtələr ki, sizə deyirəm, seçilən nöqtələrdir ki, Allah sizin hörmətinizə mənə lütf eləyib, bunlara danışıram. Qısa, şeytan neynir? Bir işi budur, yalançı ehtiyacı həqiqi ehtiyac kimi göstərir. Bu bir, iki. Sənin fikrivi, zikrivi yalnız maddi ehtiyaclara yönəldir, orada da səni saxlamaq istəyir. Dünyanı əldə olunacaq son hədd kimi göstərir. Da bitdi, dünya qədərisən. Bundan o tərəfi deyilsən. Hər şey bu dünyadan ibarətdir, içindəkilərdən ibarətdir. Qutardı, getdi. Bu qədər. Dünyanın o tərəfin, o mənəvi tərəfin, orada bir dənə sədd olur, sərhədd olur, hicab olur, pərdə olur, o tərəfi görmə. Həkimə gedirsən, sağalırsan. Bunu gördün. Deyir, Allahın Şafi adını görməsən də olar. Bir nəfər gəldi, sənə kömək elədi. Bunu gördün, bəsündür. Allahın Rəzzaq adını görməsən də olar. Bir nəfər sənə nəyisə başa saldı, başa düşdün. Allahın alim adını görməsən də olar.
Fikir verdiniz? Allahın adları ilə sən araba girir. Yalnız dünya qədəri gör qutardı. Filan kəs səni çıxartdı vəziyyətdən. Müqəllibəl qulub o deyə o qəlbinə saldı, gəldi, səni çıxartdı vəziyyətdən. O bataqlığın içində. O qədəri gördün, nə bəsdir, ondan tərəfə görmür. Yerdən bir işi budur. Dünya qədəri. Saxlayır sərhəd. Deyə bildim? O tərəf fərdən o izin görmə, batını görmə. Hədisə var, nə gözəldir? Dünya qəlbi kör olanların görə biləcəkləri son sərhəd və həddi bitdi. Gözün yaxını görür, uzağı görür, ən uzağı görür. Ən uzaq nədir? Belə insanlar üçün. Ən uzaq elə dünyadır. Amma kamil insan, bəsirətli insan dünyadan o tərəfəni görür. Pərdəni o izin görür. Pərdənin o izi Əsmaullahdır, Allahın adlarıdır. Onların təcəlliləridir, məsumlardır. Övliyalıdır, Allah dostlarıdır. Oraları yox. Qoparıb məni, atıb dünya adlı məntəqə edib, başın qaçışsın orada. Səhər dur, işə get, axşam gəl, yat. Bu qədərdir, həyatın bundan ibarətdir. Ayəyə baxın. Fəərid ən mən təvəllə ən zikrinə. Ay Peyğəmbər, bəzilərindən üzvü çək. Çevirir, onlar düzəlməyəcək. Onlar tamamən bizdən qopub. Və ləm yurid illəl həyatət dünya. Onlar yalnız dünya istəyir, bitdi. Zəlik məbləğhum minəl elm. Bu onların elmlərinin nəhayətidir. Ayəyə baxın, Allahu Ekber. Bütün həyatları yalnız bu dünyadan ibarətdir. Qutardı, getdi. Yığıram, 2 gün elə danışacağım. Möhtacam, möhtac. Ehtiyacım var. Bu ehtiyacımı mənim kim ödəyə bilər görəsən? Xaliqdən başqa kim ödəyə bilər görəsən? Mən yaradandan başqa kim ödəyə bilər görəsən? Kimdir o, kim? Bu bir mərhələni aşa bilsək bu gecə. Bu gecə. Bir dənə bu mərhələni keçə bilsək. Fürsətli keçmək üçün. Qəşəng gecədir. Bu gecə alınar, mümkündür. Və hələ həyatımın başlanğıc nöqtəsi ola bilər bu gecə. Rəsus sənə, ilivin başlanğıc nöqtəsi Leylətul Qədr. Hədisdə var, Qədr gecəsidir. Başla bu gündən. Qardaşım, bacım, başla bu gündən. Hələ ehtiyac mövzusundan başla. Möhtacsan, kim ödəyə bilər? Davam eləyəcəm hələ sizə. Ehtiyacdan sonraki mərhələlər. Bunu anla. Və Allah vəliləri bunun üçün gəliblər. Və canları bahasına, qanları bahasına bizə bunu başa salmaq istəyiblər. Ki, bəşər, ayıl, dünyadan ibarət deyilsən. O şəxsiyyətlərdən biri Əmirül-Möminindir. Təvəssül eləyirəm ona, gecəni onu ilə, adı ilə istəyirəm, bitirim və inşallah təhvil verim. Hələ bir şey Allahımız var, əyləşin. Bu kəlmələri birlikdə eləyəcəyik inşallah. O adları, Allahın adları, mədhlər olar bir yerdə, Allahın adlarını çəkərik. Əmirül-Möminin bu gecə idi, qızının dillər evində iftar eləyirdi. Ummu Gülsüm idi zahirən. Yəni ki, bu gecə iftar eləyəndə yadınıza düşdü Əmirül-Möminin. Qabağına süd qoydular, duz qoydular, çörək dedi, qızım, bunlardan birini götür, da Əli idi də. Çox oldu elə bil. Deyirlər, hərdən çıxırdı bayıra, baxırdı belə, baxırdı deyirdi, yox, Peyğəmbər mənə düz deyib, bu gecədir. Özü çünki deyirdi ki, ya Rasulallah, mən şəhid olacam yoxsa, özünün duası idi, özünün sözü idi. Peyğəmbər də demişdi ona, demişsən, şəhid olacaqsan. Kəbədə dünyaya gələn Əli, Allah evində zərbətlənən Əli, rükuda zəkat verən Əli, Əli can. Deyir, çıxdı evdən sübh azanına, qabaq gedir məscidə.
Sanki dünya da istəmir evdən çıxsın bu şəxsiyyət. Hadisələr baş verib orada bilirsiniz. Ey. Amma Əmirül-Möminin gəlir. Mən danışa-danışa sən də gözünün qapağına gətir. Çıxdı qapıdan. Ayrılır bizdən Əli. Deyir, gəldi, çatdı məscidə. Keçdi, deyir, namaz qıldığı yerə. Düşmən də gizlənmişdi kənarda. Orada idi ki, deyirlər, gəldi əlindəki qılıncla, qılıncı da zəhərləmişdi. Nə qədər nifrəti var idi, nə qədər kini var idi, o ana saxlamışdı sanki. Bütün gücü ilə, var qüdrəti ilə qılıncı qaldırdı, vurdu Əmirül-Möminini. Deyirlər, Əmirül-Möminin nalə çəkmədi. Çox sakit qarşıladı. Amma bu cümləni dedi, ay Əli sevərlər. Dedi, Bismillahi və billah, fi səbilillah, fustu və Rabbil Kəbə. And olsun Kəbə evinin sahibinə qurtuldum, fovza çatdım. Bundan da böyük sözdür. Deyirlər, oradaydı ki, İmam Həsən gəldi, çatdırdı özünə. İmam Həsən gəldi, qucaqladı, atasının başını qoydu dizlərinin üstünə. Başda qan gedir. Deyirlər, saqqalı Əmirül-Möminin qana boyandı. Saqqalı qana boyandı. İmam Həsən dözmədi. Gözü başladı ağlamağa, gözündən bir yaş düşdü, Əmirül-Möminin üzünə düşəndə Əli gözlərini açdı. Dedi, balam, Həsən, sənsən? Bəli, ata. Bala, ağlayırsan, hə. Elə sözlərdir ki, Həsəni ələ alsın İmam Həsəni. Dedi, bala, narahat olma, bilsən kimlər baxır indi mənə burada? Kim baxır? Ya Əmirül-Mömin, ya əbəd o. Dedi, burada Peyğəmbərdir, yanıb mənə baxır. Bala, bir dəfə deyim adını sənə, kimdir? Ata, Anon Zəhra bizə baxır. Xoş olsun o insanların halına ki, canı üstə Həzrət Zəhra gələ başının üstünə. Peyğəmbər gələ başının üstünə. Şərafətli yaşayır, şərafətli. Vəfalı ola. Bunun bir dənə kəlmə deyirəm, vəfalı olaq əhl-i beytə gələrlər başımızın üstünə. Vəfa, vəfa. Deyirlər, o andakı vurdu qılıncı, Cəbrailin səsi gəldi səmadan. Vallah təhəddəmət ərkanul huda. And olsun Allaha, hidayətin sütunları sanki açdı. Qutilə Ali ibn Əbi Talib əl-Murtəza. Ali ibn Əbi Talib. Əli şəhid oldu. Əlini vurdular. Deyirlər, götürdü, deyir. İmam Həsən deyir, Əmirül-Mömini gətirir evə. İmam Həsən çıxdı qabağa. İmam Həsən gördü, atasını başladı ağlamağa. Burada deyirlər, Əmirül-Mömin İmam Hüseynə nəvaziş elədi. Dedi, valla səbirli ol, səbirli ol, narahat olma. Hər şey bundan bitmədi, narahat olma. Atan şəhid oldu, heç nə bitmədi. Valla, hər şey davam edir. Hər şey davam edir, həyat davam edir. İmam Hüseynə səbirli ol dedi. Amma bir yer var idi ki, orada özü də dayana bilmədi. Həsənə sözlər dedi, bir təhər ələ aldı. Hüseyinə dedi, valla, narahat olma, yaxşı olacaq hər şey. Hüseyini də ələ aldı, amma bir yer var idi ki, Əmirül-Möminin dedi, məni aparın mehrabıma tərəf, namaz qıldığım yer haradır, o evdə, ora qoyun, gətirdilər, qoydular. Orada idi ki, qızı Zeynəblə Ümmü Gülsüm gəldi. Ümmü Gülsümlə Zeynəb gəldi, deyir. Şu qızlar dayana bilmədi, atanın, balanın, qız övladının da məhəbbəti daha çox olar. Elə hey ağlayanda deyirlər, Əmirül-Möminin deyə bilmədi, ay bala ağlama Zeynəb. Özü də başladı, qoşuldu ağlamağa. Yəni Zeynəbin ağlamağına dözmədi. Bunu istədim deyim sizə. Həzrəti Əmirül-Möminin Zeynəbin ağlamağına dözmədi. Əlican, sən dözmədin Zeynəbin ağlamağına, hə? Amma gələydin Kərbəlaya, baxaydın, görəydin, sənin qızın necə ağlayır. Görün, Kərbəlada necə idi vəziyyəti? Ya Əmirül-Mömin. Bu gecə qoşulaq, hamımız gedəyin o qapıya, Əli qapısına, Əli qapısı. Deyə biz də gəlmişik əza saxlamağa sənə. Əlican, bizim də qəlbimizin dərdi çox, hacətimiz çox, bəzi dərdlərimiz sən bilirsən, hacətlərimiz sən bilirsən. Mövla, ağamız, seyyidimiz, gəlmişik sənə başsağlığı verməyə, İmam-ı Zaman əleyhissalama başsağlığı verməyə. Allah əlimizdən tut inşallah. Allah bizi əff elə inşallah.